Peyğəmbərlərə iman gətirmək bu dinin vaciblərindən və imanın əzəmətli rükunlarından biridir. Buna dair Quran və sünnədə bir çox dəlillər vardır. Uca Allah buyurur: Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi. Möminlər də iman gətirdilər. Hamısı Allaha, onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: biz onun elçiləri arasında fərq qoymuruq. Uca Allah Peyğəmbərlərə iman gətirməyi Allah Rəsulunun sallallahu aleyhi və səlləmin və möminlərin iman gətirdiyi imanın digər rükunləri ilə birlikdə qeyd etmişdir. Üstəlik bildirmişdi ki, möminlər Peyğəmbərlər arasında heç bir fərq qoymayaraq onların hamısına iman gətirirlər. Uca Allah öz kitabında Peyğəmbərlərə iman gətirməyənlər barədə belə buyurur: Allahı və onun elçilərini inkar edənlər, Allahı onun elçilərindən ayırmaq istəyib, biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Ən-Nisa surəsi 150-151-ci ayələr. Bu ayədə Rəbbimiz Peyğəmbərləri yalan sayanları, habelə onların bəzilərinə iman gətirib digərlərini inkar edənləri kafir adlandırır. Sonda onların əsl kafir olduqlarını bildirir. Belə ki, onların kafir olması açıq-aydın və inkar olunmazdır. Növbəti ayədə isə Uca Allah onlara iman gətirənlərin mövqeyi barədə belə buyurur: Allaha və onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah bağışlayandır, rəhimlidir. Ən-Nisa surəsi 152-ci ayə. Bu ayədə Uca Allah möminlərin Allaha və onun göndərdiyi peyğəmbərlərinin hamısına iman gətirdiklərini bildirir. Möminlər onların arasında fərq qoymurlar. Əksinə, hamısının Allah tərəfindən göndərildiklərinə yəqinliklə iman gətirirlər. Sünnədə də Quranda olduğu kimi peyğəmbərlərə iman gətirməyin imanın əsaslarından olmasına dair kifayət qədər dəlillər var.